Neler eləmişəm, neler eləməmişəm, neler eləyərdim. Çaş. 3 gün, 4 gün pohpohlandım evdə. Həyat üzrə gülmürsə, sırtıq kimi gülmüsən. Salamlar, kanalıma videomuza hoş geldiniz. Mən Asim. Bugün yeni bir video ilə qarşınızdayım. Bu günlərim 9-cu sinifə təzə başlayırsınızsa, elə diqqət eləməli olduğunuz xırda-xırda şeylər deyəcəyim sizə. Mən onu qurtardım, 11-ə keçirəm. 9-da da nələr eləmişəm, nələr eləməmişəm, nələr eləyərdim. Çaş. Yəni falan onları deyəcəyim sizə. Evet, tərəzli bir videodur. Elə belə çəkilən, istəyən olmamışdı. Prost etdim, bəlkə istəyərlər, utanarlar istəməkdən falan. Bəlkə də, yəni başa düşürsünüz. Telefona yazmışam qeydlər, 11-dən biləm, topik çıxartmışam. Bunlar haqqında indi xırda-xırış danışacağıq. Çəkməyimi istədiyiniz videoda varsa, yəni utanmayın, yəni çəkərəm də, başa düşürsünüz, video qıtlığı yaşayıram, videoda yazı qıtlığı yaşayıram. Yazın şərhlərə falan, Instagramdan yazın. Yəni onlar da başa düşürsünüz, çəkərəm. Deyim, mən videoda yazı verim. Gələk birinciyəm belə 9-cu sinifsizsə, ilk imtahanınızı verəcəksiniz və imtahan stresi yaşayacaqsınız. Bir dənə onu deyə bilərəm ki, stres falan yaşamayın. Hamısı boş şeydir. Bax, həqiqətən deyirəm. 9-cu sinifin balı heç bir yerdə sizə lazım olmayacaq. Sadəcə attestat rəngimizə təsir edəcək. Baxın, çox boş bir şeydir 9-cu sinif imtahanı. Həmişə demişəm, mən bu şeyi 9-cu sinifin əvvəlindən deyirəm. Baxın, o boş şeydir, o buraxılış heç yerdə lazım olmur sizə. Mən 271 yığmışam, qırmızı attestat almışam və bunun mənə bir xeyri olmuyor. Şey oldu bilmədim. Bunun mənə bir xeyri olmayıb. Tək xeyri o oldu ki, mən təqribi olaraq 3 gün, 4 gün pohpohlandım evdə. Beləsən, eləsən falan. Sonra da bir şey yoxdur, yəni. Çox boş bir şeydir. Zarafatçı çox boş bir şeydir. Yəni, qırmızı nə də mujik rəngi deyil. Qardaş, seriozun olmaq lazım. Və zarafat bir qırağa. Dərsinizi oxuyun, imtahanınızı qəşəng görün. Yəni, bu o öz yerində. Yəni, prosta mən bunu demək istəyirəm sizə ki, durub o imtahana görə necə deyim, artıq dərəcədə stres yaşamayın, da mən nə edəcəyəm falan. Yəni, eləyə bilməsəz belə dünyanın sonu deyil. Yaşıl da alsınız, qırmızı da alsınız. Yəni, əsas sizin var oluşunuzdur. Əsas sizsiz heç vaxt yadınızdan çıxartmayın. O imtahan zatlı qıraqda özü üçün gedəcək proseslərdir. Ona görə həyat üzrə gülmürsə, sırtıq kimi gülmüsən. Nə yeri var bilmirəm, amma dedim. Sonra yay boyunca nə edeyim? Yəni, sən 9-cu sinifsənsə, hazırlıqların bu ehtimalən avqustdan başlayacaq və biz hal-hazırda iyul ayındayıq. Gedin, həyatınızı yaşayın. Allah haqqı, baxın. Dərsinizi oxumaq istəyirsiniz, oxuyun. İstəmirsiniz, oxumayın. Yəni, şey demərəm, oxumayın demərəm. Yəni, oxumaq istəyirsinizsə, oxuyun. Amma istəmirsinizsə, özünüzü məcbur eləməyin. Çünki, baxın, bu sizin son, necə deyim, vaxtınızdır ki, dərs oxumayaraq keçirdə biləcəyiniz. Ondan sonra 9-da siz full oxuyacaqsınız, imtahan verirsiniz. 10-cu sinifdə, məsələn, fizika, informatika, təməl atırsınız, zülüm çəkəcəksiniz. Amma 10-cu sinif çox bomba idi, yəni, heç vaxt qaydımaz bir də. Yəni, mən onu qurtardım, 10-cu sinif çox mükəmməl idi, həqiqətən. Yəni, nə qədər deyilsən falan da çox bomba idi. 11-ci sinif təzədən zülümdür. Ona görə bu sizin son bir ayınızdır. Bu bir ay içində nə ilə düz elədiniz? Ona görə yəni, vaxtınızı doya-doya bir yaşayın da. Çünki bir də qayıtmayacaq vaxtlarımız. Yəni, dərs oxumaq istəyirsinizsə oxuyun, istəmirsinizsə oxumayın. Çünki onsuz da siz avqustda başlayanda hazırlıqlara ilk mövzudan başlayacaqsınız və təkrarınızı eləmiş olacaqsınız. Məktəb dərsləri. Baxın, siz deyirsiniz, buraxılış verirəm, riyaziyyat, Azərbaycan dili, ingilis dilindən. Bu buraxılışı verirsiniz, okey. Amma digər fənlər, tarixdir, fizikadır, coğrafiyadır, nə bilim, biologiya, kimya, bunları da oxuyun. Çünki, yəni, bilik sizə ziyan verməz. Əlavə bir biliyiniz olsun. Kimsə məsəl üçün söhbət eləyir, mən tarix bizdən danışır, sizin nəsə bir bildiyiniz olsun ki, iki nəfər danışanda belə tupoy kimi qıraqda dayanmayasınız da, belə siz də nəsə deyə bilərsiniz. Yəni, digər dərslərdə oxuyun, demirəm da gedin, hamısını sökün, yəni onu eləyə bilmərsiniz təbii ki. Yəni, eləyə bilərsiniz, amma çox yorularsınız, bu da lazım deyil, yəni artıq bir şeydir. Amma yəni azdan çoxdan bir biliyiniz olsun. Özümü tərcümə üçün demirəm, yəni ciddi deyirəm, həqiqətən. Birinci qrup fənlərini olsa bilməliyəm. Amma belə məsəl üçün ikinci qrupdan coğrafiya olsun, bilirəm. Yəni çox bomba bilmirəm, amma yəni necə deyim, KSG-lərdən 5 alacaq səviyyədə bilirəm də. Çünki coğrafiyanı mən oxuyurdum. Uşaq vaxtında oxumuşam. 6 coğrafiya var idi. Var idi. 6-da, 7-də, 8-də mən coğrafiyanı oxumuşam. Mən coğrafiyanı bir ildə oxuyurdum. Yəni fizika, informatikanı qoymuşdum bir dəfə, mən zarafatı coğrafiya oxuyurdum. Sonra biologiya. Çox belə dərinliyi ilə mükəmməl səviyyədə bilmirəm. Amma məsəl üçün, yəni, azdan çoxdan şeyləri bilirəm də biologiyadan da. XX xromosom, XY xromosom, uşağın cinsiyyəti falan. Elə təməl şeyləri ən azından məsəl üçün bilirəm. Və bunu siz də bilməlisiniz. Tarix məsəl üçün.
tarixi yenə çox mükəmməl bilmirəm. Amma məsəl üçün Səfəvilər 1501 çaldıran 1514. Osmanlı Səfəvi Osmanlının qabiliyyəti, Osmanlının qalibiyyəti. Təməl şeyləri bilin. Ən azından Azərbaycan tarixini bilməyə çalışın. Çünki öz tarixi düzdür. Xalq Cümhuriyyəti açan yarandı. SSR-nin tabeliyində neçə il olmuşuq. 1-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsi. Yəni öz tarixi düzdür. Bunları ən azından bilin. Yəni bilməyiniz yaxşı olar. Blok fənləri. Bunu normaldan eləmə söz olar əslində. Yəni burada şey üçün deyirəm ki, daha rahatçılıq bulsun deyirəm ki, bilmirəm, bəlkə də səhv deyirəm, bəlkə düz deyirəm, amma siz əvvəlcədən qrupunuzu müəyyən eləmisinizsə, amma dəqiq olaraq müəyyən eləmisinizsə, məsəl üçün birinci qrupsunuzsa, 9-cu sinifdə fizikadır, informatikadır, əgər informatika alt qrupu ilə gedirsə, yəni və ya kimya da ola bilər. Onlara bir damcı daha çox üstünlük verin. Çünki ən azından təməllüd sizin qoy 9-dan atılsın. Bəzi şeyləri məktəbdən bilin. Mən məsələn 9-cu sinifdə fizikanı oxuyurdum. Fizikanı, belə deyim, mən 6-da da oxumuşam. 7-də məktəb dəyişdim, elə belə 7-də zayım çıxdı. 8-də də oxumuşam, 9-da da oxumuşam. 9-da digər illərə nəzərən biraz daha yaxşı idim. Və 10-cu sinifdə mən zülm çəkirdim fizikadan. Amma biraz daha az zülm çəkirdim. Çünki azdan çoxdan mənim eşitmişəm də, bilirəm. Məsəl üçün xüsusi istilik tutumu olsun, optika olsun, linzalar olsun. Bunlara azdan çoxdan bir məlumatım var idi mənim məktəbdə, çünki mən bunu oxumuşam. Yəni bunu indi mən üstündən gedirəm, bəzi təzə şeylər öyrənirəm. Ona görə məsəl üçün xeyri oldu. İnformatikada mən bunu çox necə deyim, bəlli oldu da. Mən ibtidaidə də informatikanı oxumuşam. 5-də də, 6-da da, 7-də də, 8-də də informatika ümumiyyətlə oxumuşam. Çünki informatikaya qarşı uşaqlıqdan bir sevgim olub mənim. Və ondan əlavə də kompüteri çox qurtalamışam mən. Yəni kompüterdə çox fırlanmışam. Yəni informatikada Word olsun, Excel olsun falan onların onsuz da bilirdim. Və bu il mənim informatikada nəzəriyyə oxumağıma demək olar ehtiyac olmurdu da. Proqramlar olsun bilirdim. Ondan sonra və yaxud da bu proqramda bu yer nə üçün istifadə olunur bilirdim. Ona görə mən informatikadan düzəməlli nəzəriyyə oxumamışam. Bunun sizə xeyri olacaq, nəinki ziyanıdır. Amma qrupuz bəllidirsə. Mən məsəl üçün bir də 6-cı sinifdə bilmirəm, keyfli vaxtıma düşmüşdüm ortalığa, dedim ki, mən vəkil olacağam, mən vəkil olacağam. Sən kim sənə vəkil olursan, sən öz haqlarını müdafiə edə bilmirsən. Qaldı ki, durub cəmaatı advokatlığına eləyəsən. Bilmirəm, o vaxt nəsə düşmüşdü ağlıma. Qalan belə 7-ci sinifdən mən 1-ci qrupa istəyirəm. Çünki mən humanitar fən insanı deyiləm. Humanitarlar çatmır mənə də. Oxuyuram, amma şey üçün oxuyuram da, bir məlumatım olsun deyə oxuyuram. Yoxsa belə ölüb. Amma texniki fənlər çox mükəmməldirlər də. Ləzzət edirlər. Çünki texnikdə elədir ki, bir şey bilməsən belə, məntiqi işlədib bir şey çıxarda bilirsən ortaya. Məsəl üçün belə deyim sizə. Riyaziyyatdan bir dəfə test yazırdıq. Düstur tamamilə yadımdan çıxıb. Və necə deyim, bilmirəm də, neyim, yolunu da bilmirəm. Getdim, əlləm, qatdım bir-birinə hər şeyi. Axır əvvəl gəldim, cavabı aldım. Yəni, dəftərə baxanda özüm də bilmədim, neynədim. Amma nəsə elədim. Belə o cavabı mən bir cürə aldım. Cavab da düz çıxdı. Ona görə texnikini sevirəm. Texnikdə popduluq var da, başa düşürsünüz, o popduluq ləzzət edir. Sosial olmaq. Baxın, 9-cu sinifdə şey eləməyin, ancaq dərs oxuyuram falan filan. Onu eləməyin, dərsinizi oxuyun. Amma necə deyim, dostlarınızda olsun, dostlarınızla bir ünsiyyətinizdə olsun, deyin, gülün, nə bilim. İnsan sosial varlıqdır. Sadəcə dərs oxumaqla bir şeylər eləmək olmayacaq. Tamam, dərs oxudunuz, qəşəng, götdünüz, nə bilim, 300 bal yutdunuz, bez problem, qəşəng. Amma sonra cəmaət içinə çıxanda, yəni əgər full dərs oxumuşsunuz, bol deyirsiniz. Salam. Bu olmuyor, başa düşürsünüz. Əyləncəli bir insan olun. Çalışın, yəni sosial aktiviteləriniz olsun. Yəni mən məsəl üçün 9-da Yusifi tanıyırsınız da. Demək olar hər axşam çıxırdıq məhəllədə oyunla fırlanırdıq, söhbət eləyirik. Yəni nə bilim, yenə bu uşaq vardı bir daha Uzundraz kollecə gedirdi. Mert gəlirdi, oyunla söhbət eləyirdik, top oynayırdıq falan. Dərs oxumaq olmasın təkcə həyatınız, başqa fəaliyyətləriniz də olsun. Yəni həyatınızı maraqlı keçirdin. Bu məktəb illəri falan 9-cu sinif, 10-cu sinif, 11-ci sinif sizin ən bomba illərinizdir də. Qədrini bilin, dəyərini bilin, yaşayın illərinizi. Ancaq dərs oxumaq olmasın. 9-un imtahanı deyim də, hər cürə verəcəksiniz. Verə bilməsəniz də ölüm deyil, qalım deyil. 11-ci sinif imtahanı da hər cürə verəcəksiniz. 100 balla da olsa, 150 balla da olsa, bir universitetə girəcəksiniz də, girmədiniz, cəhənnəm olsun. Oğlan sizə gəlib əsgərlik eləyəcəksiniz, qızsızsa da nə bilim bir iş görəcəksiniz. Yəni bir ildə hazırlaşırsınız, gəlib girəcəksiniz arası. Olacaqsa olacaq, olmayacaqsa olmayacaq. Mən belə fikirləşirəm, səhvdə fikirləşə bilərəm, düzdə fikirləşə bilərəm. Ətraf mühit. Sosial olun, amma sosial çevrəvizədə fikir verin. Yəni şey düzdür.
almaz, bataqlıqda da almazdı. O ayrı məsələ. Amma biri var ki, 500-sə, gəlsin nə bilim 15 eləsin. Biri var ki, 500, dartsın 4 eləsin, 3 eləsin. Yəni o cür çevrədənsə, sizi 15 eləyən çevrələrdə fırlanmağa daha çox belə üstünlük verin. Məsəl üçün bu il bizim uşaqlar, yəni sinif yoldaşlarım, bir də hazırlıq yoldaşlarım falan eyni. Məktəb müəllimimizin yanına gedirik. Yəni otururuq məktəbdə, məsəl üçün tənəffüs olur, test yazırıq falan. Bir şey bilmədik, bir-birimizdən soruşa bilirik ki, bunu necə elədin, o necə elədin və yəni utanmırıq da heç birimizdə. Bilmirəm, öyrənmək istəyirəm, nə bilim o bilir, mənə kömək edir. Yəni bir şey olacaq, o bilməyəcək, mən ona kömək edəcəm. Yəni yardımlaşma olacaq və bir yerdə bir-birimizi yuxarı qaldıracağıq da. Ona görə yəni ətraf mühitimizə həmişə fikir verin. Yəni o çox vacib bir şeydir. Gündə nə qədər dərs oxumaq lazımdır. Baxın, mən ortalama olaraq gündə 1 saat dərs oxuyurdum. Yəni necə bacarırdım onu bilmirəm, amma 1 saat dərs oxuyurdum. Bütün dərslərimi 1 saata qurtarırdım. Siz 1 saat oxumayın. Yəni bayaqdan sizi təhsildən yayındırıram, amma 1 saat oxumayın. Yəni azı bir 2 saat, 3 saat oxuyun da. Çünki 1 saatla mən necə bacarmışam o bilmirəm. 1 saatla bir şey öyrənə bilmərsiniz. Ən azından 2-3 saat oturun, çalışın. Yəni hazırda dərslərinizi qurtardınız, gedin əlavə bir şey öyrənməyə çalışın. Yəni müəllimin verdiyi tapşırığı qurtardınız, gedin əlavə test işləyin. Yəni əlavə bilik heç vaxt ziyan olmaz. Çalışdığınız qədər öz üstünüzdə çalışmağa baxın. Oyun oynamaq. İmtahana hazırlaşıram, ay yo telefonu qoyum, oyun oynamayayım, iqriyə girməyim, nə bilim, futbol oynamayayım, yəni nə şey oyun olsun, kompüter oyun olsun, telefon oyunu olsun. Oynamayayım, elə şeylərə girməyim. Əksinə mən deyərdim ki, bu cür oyun oynamağın falan sizə xeyri olar, əksinə ziyanı, amma da müəyyən limitlə də. Gündə məsəl üçün yarım saat, 45 dəqiqə sıx belə vır öldür özünü 1 saat. Yəni bunun əksinə sizə xeyri olar. Çünki siz onsuz da ancaq dərs oxuyacaqsınız, hər gün dərs oxuyacaqsınız. İmtahan yaxınlaşdıqca istəmsizcə bir stresə düşəcəksiniz. Yəni bu oyunlar falan bir qaçış olacaq. Gedəcəksiniz, rahatlaşacaqsınız, bir nə bilim, özünüzlə baş-başa qalacaqsınız. 1 saat heç nəyə fikirləşmədən zaman keçirəcəksiniz və bunun sizə əksinə xeyri olar. Yəni o səbəbdən özünüzü hər şeydən izolyasiya eləməyin. Yəni təcrid olunmayın. Gedin normal həyatınızı yaşayın, əlavə olaraq dərsinizi də oxuyun. Yəni sosial mediadan istifadə edin eyni şəkildə. Sosial mediadan istifadədə amma belə bir söhbət var. Məsəl üçün, gedirsiniz cəmaatı görürsünüz. Məsəl üçün mən Şəngülümün özü filan saat dərs elədim, bunları elədim. Mən sizə ancaq müsbət şeyləri göstərirdim. Amma sonradan məsəl üçün indiyində oturub bir şeylərə baxanda mən yəni səhv eləmişəm. Çünki mən müsbətləri göstərəndə mənfiləri üstə göstərməmişəm. Filan saat dərs oxudum, filan qədər telefona baxdım deməmişəm. Ancaq yəni yaxşı şeyləri üstə göstərmişəm və xaricdən baxanda bu məsəl üçün insanı necə deyim, pis şey eləyə bilər, pis təsir eləyə bilər. Çünki deyər ki, bu adam 5 saat, 6 saat dərs oxuyur, mən yarım saat oxuyuram, mən neyniyəcəyəm? Başa düşürsünüz? Sosial medianın o cür zülmləri var. Sosial mediaya qanmayaraq, sosial mediaya inanmayaraq, sosial mediadan da istifadə edə bilərsiniz. Çünki baxın, sosial mediada reallıq çox azdır. Hər şey sünidir. Yəni var real şeylərdir, hər şey sünidir. Yəni mən videolar əslində o səbəbdən silmişdim. Həm bir damcı keyfiyyətsiz idilər, amma yəni də izlənmişdilər də. Həm də ki, yəni çox absurd olur da, insanın elədiyi şey deyir, yaxşı elədiyi şey deyir, amma pis şeyləri demir. Yəni buna qarşıyam. Ona görə getdim o videoları da sildim. Yəni vaxtında özüm eləmişəmmi? Eləmişəm. Səhv eləmişəm amma yəni səhvimi görmüşəm ən azından. Yəni bundan sonra da inşallah videolar nədirsə reallığı göstərmişəm. Uzun videolarda məsəl üçün şeyə həmişə demişəm. Getdim filan saatda məsəl üçün açmışam kameranı 9-da. Sonra bir də kamera açmışam 12-də. 3 saat nə etdim? Boş-boş məsəl üçün oturdum, telefona baxdım. Bunu uzun videolarda deyirəm, amma qısalarda demirdim. O məsəl üçün səhv eləmişəm, çox böyük səhv eləmişəm özdə. Motivasiya videolarına görə, yəni imtahana hazırlaşanda təbii ki deyəcəksiniz ki, ay nə bilim mənim həvəsim yoxdur, motivasiyam ölüb falan. Çox boş bir şeydir o. Baxın, motivasiyamız ölübsə qoyun qırağa. Eləmək istəmirsinizsə, eləməyin. Söndürün kompüteri, dəftər kitabı qoyun qırağa, gedin bir damcı kuru qatın, fırlanın. Zarafatsız ha. Eləmək istəmirsinizsə, məcbur deyil də heç nə. Zorla gözəllik olmur. Oturdum tapşırıq yazırım. Mən bu eləmək istəmirəmsə, bu getməyəcək də. Eləsən də səhv-süf eləyəcəm. Səhv-süf eləməkdən ümumiyyətlə eləmərəm. Qoyun qırağa, gedin özünüz üçün bir damcı fırlanın, sonra təzədən gəlin. Baxın, yəni 90% ehtimallı ki, eləmək istəyəcəksiniz, həvəsiniz artacaq. Yox, mən bunu eləmək istəmirəm, həvəsim ölüb. Qoca motivasiya videolarına baxın. Motivasiya qısa müddətli bir şeydir. Motivasiya, yəni
çox mənasız gəlir. Düz deyə imtahana hazırlaşanda imtahana 3-4 gün qala videolar çəkirdim. Ha, mən də eləyirdim. Deyirdim, ha, bir də motivasiya videosuna baxın falan. Demişəm bunu, mən də eləmişəm. Amma çox mənasız bir şeydir. Elədikcə fərqinə varmışam bunun. O səbəbdən də eləmək istəmirsinizsə, eləməyin. Qoyun getsin. Bax, bu il 10-cu sinifdə məsəl üçün fizikadan deyəndə, çünki mənim tek üzülməm bu il fizikadan olub. Riyaziyyatı onsuz da bilirdim. Çünki necə deyim, uşaqlıqdan riyaziyyatla içli dışlı olmuşam onsuz da. İnformatikada həmçinin. Buraxılışa onsuz getmirdim. Daha getsəm belə Azərbaycan dilində sonradan getdim. Onun da bir problemi yox idi. Çünki Azərbaycan dili, yəni gedirdim, oxuyurdum, yazırdım falan. Yəni bu il ilk dəfə Azərbaycan dili mən maraqlı gəlməyə başlamışdı məsəl üçün. Baxın, mənim tek üzülmüm fizikadan idi. Çünki fizika mənim ömrümə təzə-təzə girməyə başlayır. Mən əvvəl bu dərinlikdə fizikanı heç vaxt oxumamışam. Çünki məktəb dərsliyində belə bu dərinlikdə fizika yoxdur ibtidai orta məktəbdə. Amma necə deyim, eləmək istəmirdimsə, eləmirdim. Qoyurdum qırağa, gedirdim, bir damcı fırlanırdım, nə bilim, kinoya baxırdım, bir damcı oyun oynayırdım, gəlirdim, sonra təzədən eləyirdim. Amma axır əvvəl bunu eləyirdim. Çünki eləməliyəm bu şeyi. Yəni qaçmaqla olmur. Qaçmayın. Daha da üstünə gedin. Yəni siz ondan qorxmaq yerine qoyun o sizdən qorxsun. Çünki istəsöz eləyə bilərsiniz. Mən şəxsən buna inanıram ki, bir insan bir şeyi əgər bütün mənliyi ilə istəyirsə, axır əvvəl eləyəcək. Yəni qutardı fizika və nə deyim, uduzmadım, amma udmadım da. Hələ ki bərabərə gedirik. Uduzduğumu blok imtahanında biləcəyik. Ona da inşallah qutarıq yəni. Ümidvaram. Bu videoda burada qutardım. Əgər yəni özünüzü hələ də qəribə hiss eləsəz, pis hiss eləsəz falan, və ya da nə bilim içinizdə bir stres qorxu olsa yaza bilərsiniz təbii ki. Instagramdan və yaxud şərhlərdən fərqi yoxdur. Yəni çalışdığım qədər cavab verəcəyəm sizə. İnşallah bir də imtahan ərəfəsində bir dənə imtahan videosu çəkərəm sizin üçün. Bomba olar hər şey. Yəni yenə deyirəm, qorxmayın, qoyun o imtahan sizdən qorxsun. İnşallah təzə videolar gəlişənə qədər elədim muhafizi, özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.